Konstitusiyamız bildiğiniz kimi 5 bölümden 12 fəsil 158 madde ve keçid müddalarından ibaret bir konstitusiyadır. Dünyada tek konstitusiyalardandır ki Azerbaycan konstitusiyası təsbit olunan maddelerin 3'te 2'sinden çoxu Azerbaycanda insanların hüquq ve azadlıklarının korunmasına sərf. Olsun ki, biz qalib dövlətin vətəndaşları olaraq bu qəhrəmanların sayəsində öz ölkəmizin ali hüquqi malik konstitusiyasını ölkəmizin bütün ərazilərində, ən ucqar yerlərində, yəni işğaldan azad olmuş yerlə baxımından deyirəm, orada bizim konstitusyon quruluşumuz, bizim suverenlik hüququmuzdan istifadə olunur. Zəfər təntənəsi əlbəttə Azərbaycan ordunun, Azərbaycan xalqının, Azərbaycan gənclərinin, döyüşçülərin qanı və canı bahasına əldə olundu. Amma bir şey nəzərinizə çatdırmaq istəyərəm. Biz döyüşçü yoldaşlarım və şəhid olan qardaşlarım adından deyə bilərəm ki, biz döyüşçülər üçün belə bir deyim var idi. Bir insanın həyatı bir xalqın azadlığından baha ola bilməz. Bu Ramazan günlərində Allah bizim dualarımızı qəbul eləsin. Bayramımız mübarək olsun. Allah sizi, masalımızı, cümlə Azərbaycanımızı və Azərbaycan gənclərini qorusun. Təşəkkür